Salam hörmətli izləyicilər, bildiyiniz kimi dünyada yaşayan insanlar heç kim təbii fəlakətdən sığortalanmayıb. Təbii fəlakət baş verəndə baş verir və insanlar da bundan çoxlu ziyan çəkirlər və tələfat olur. Bugünkü zəlzələ Şamaxıda baş vermiş 1902-ci ildə olan deməli zəlzələdən danışacağam. Bildiyiniz kimi bu zəlzələ 1902-ci il yanvar ayının 31-də baş vermişdir. Ümumiyyətcə Şamaxı və onun ətrafı olan regionlar seismoaktiv zonalar həmişə hesab olunub. Ümumiyyətcə Şamaxıda 1806-1902-ci illər ərzində 9 böyük zəlzələ baş vermişdir ki, bu zəlzələlərdən də ən böyüyü, dəhşətlisi 1859-cu ildə baş vermiş zəlzələ idi ki, burada da çoxlu sayda insanlar tələf oldular. Bu zəlzələdən bir il sonra 1860-cı ildə Alman geoloqu və professoru German Abix Şamaxıya səfər elədi və burada araşdırmalar apardı və onun araşdırmaları nəticəsində məlum oldu ki, Şamaxıda hələ baş vermək ehtimalı olan dağıdıcı gücə malik olacaq zəlzələni proqnozlaşdırdı və onun proqnozunu verdi. Lakin o dövrdə imperiya rəhbərliyi bu xəbərdarlığı qulaq ardına vurdu və 1859-cu ildə dağılmış zəlzələdən sonra Şamaxını yenidən inkişaf etdirdi və orada insanların yaşaması üçün şərait yaratdı və beləliklə də 1902-ci ildə Şamaxıda baş verən sonuncu dəhşətli deməli zəlzələ baş verdi ki, burada da bu vaxta qədər Şamaxıda 22 min insan yaşayırdı. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.